Məşhur içkilərdən cin haqqında danışırıq. Cin Hollandiyada yaransa da, əsl Holland içkisi deyə bilmərik. Çünki əsas populyarlığını İngiltərədə qazanıb. Hollandlar bu içkini dərman məqsədi ilə hazırlamışdı və adına Ginever adı vermişdilər. İngilislər isə onun adını cin edərək günlük istifadə edilən spirtli içkilər siyahısına daxil etdilər. Bu ad bizim dildə ardız çilə meyvəsi mənasını verir. İçki də əsas aromasını məhz bu bitkidən alır. Ancaq içinə keşniş, limon qabığı, darçın, lavanda kimi əlavələr də edirlər. Qısası, hər istehsalçı özünə məxsus qarışıqdan istifadə edir. Cinin spirt tərkibi 40-47%-dir. Bəzi növlərində bu 57%-ə də çatır. Cin adətən kokteyllərdə geniş istifadə olunur. Martini, Negroni kimi populyar kokteyllərində əsas komponentlərindəndir. Ən çox sevilən qarışımı isə bu tonik su ilə qarışdırılan cin və tonik qarışımıdır. Unutmadan cini məsuliyyət keçməkdə fayda var, çünki cin ağır içkilərdən hesab olunur.